Hər vaxtınız xeyir. Bu gün mən sizə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının izahını verəcəm. Gördüyünüz kimi bugünkü izahım ERM üzərindən olacaqdır. Çünki burada daha rahat və konspekt kimi yazılıbdır və mən qruplara göndərmişəm Bəxtiyar Vahabzadənin PDF-ini. Oradan oxusanız daha yaxşı olar. Yəni bu izaha baxsanız belə, diqqətlə baxsanız belə kifayət edəcəkdir. Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində dünyaya gəlmişdir. Kiçik yaşlarında olarkən kollektivləşdirmə əleyhinə xalq üsyanında iştirakına görə onun atasını və əmiləri həbs olunubdur. İlk təhsilini deməli Şəki şəhərində alıbdır və repressiyadan qorunmaq üçün və repressiya dövründə yaşadığı üçün də 1934-cü ildə ailəsini də götürüb Bakıya gəlibdir və təhsilini daha sonra Bakıda davam etdirib. İlk Şəkidə oxuyub, daha sonra Bakıda. 1942-47-ci illərdə Bakı Dövlət Universitetinə deməli daxil olubdur və burada da elmi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1988-ci ildə Ermənistanda işğalçılıq siyasətinə qarşı olan xalq hərəkatının rəhbərlərindən biri olubdur. Torpaqlarımızın azad olması uğrunda mübarizəyə xalqımızın səfərbər olmasına böyük rol oynamışdır. Yaradıcılıq yolundan nə deyə bilərik? Bəxtiyar Vahabzadə 3 növdə yazıbdır. Lirik, epik və dramatik növlərdə həm nəzmlə, həm nəsrlə yazıb. Yəni bütün ədəbiyyatda nə varsa hamısından istifadə edibdir. Mənzum faciə müəllifidir. Mənzum faciə yazan başqa hansı sənətkarımız var? Xatırlayın, yazarsınız. Yaradıcılığa lirik şeirlə başlayıbdır. Yaradıcılığına əsasən vətən, ana dili mövzusu təşkil etmişdir və görürsüz, hətta 1988-ci illərdə Ermənistanın işğalçılıq siyasətinə qarşı olan xalq hərəkatına da rəhbərlik edibdir. Deməli, ona rəhbərlik edən şair ana dilinə, vətənə çox önəm verəcəkdir. Həm elmi, həm bədii əsər müəllifi olmuşdur. Bir sıra şairlərə həsr olunan poemalar da vardır ki, el şairlərdən danışırdı. İctimai fəlsəfi lirikanı müraciət etmişdi. Sənətkar fəal vətəndaş mövqeyi onun dram əsərlərində öz əksini tapmışdı. Lirikasında vətəndaşlıq lirikası adlanırdı. İctimai fəlsəfi şeirlərinin mükəmməl toplusundan ibarət idi. İctimai fəlsəfi lirikasının kamil nümunələrini yaratmaqla yanaşı Bəxtiyar Vahabzadə həmçinin incə ruhlu şeirlər də yazmışdı. Bəxtiyar Vahabzadənin lirikasında vətəndaşlıq duyğularına, ana dilinə həsr olunmuş şeirlər mühüm yer tutmuşdu. İlk şeiri onun elə ana və şəkil şeiridir ki, 1943-cü ildə dərc olunmuş, müharibə dövrünün ovqatı ilə yazılmış, övladını cəhbəyə yola salan ananın keçirdiyi hisslər var idi. Ana və şəkil Bakı dövlətdə oxuyarkən yazmışdır. Arxa cəbhə həyatı əks olunmuşdur. Deməli, ana arxa cəbhədirsə, arxa cəbhə həyatından danışacaqdır. Yaşıl çəmən, ağac altı, bir də ki tünd çay. Ön cəbhə həyatı əks olunmuşdur. Bax, yaşıl çəmən, ağac altı, bir də ki tünd çay. Deməli, burada ön cəbhədən danışacaqdır. Cəbhədəki dostunun ürək dolusu danışan Azərbaycanlı döyüşçü obrazı yaradılmışdı. Burada da obraz yaradılıbdır. Cəbhədəki dostundan danışılırdı. Vətəndaş, insan vətən qarşısında borcu təsirli dillə xatırlanır. Elə vətəndaş adından göründüyü kimi vətən qarşısındakı borcundan danışır. Ana dili, bax, ana və şəkil var idi, bir də ana dili şeiri var. Şair doğma dilimizdə danışmağı ar bilən insanlara vətən çörəyini haram hesab eləyirdi. Ana dilində, yəni ana dilində danışmayanlara, latın dili nəinki Azərbaycan ədəbiyyatında, hətta Sovet İttifaqı miqyasında da milli azadlığın vacib şərtlərində olan ana dili uğrunda mübarizədən söz açılır. Yəni latın dilində deyirdi ki, bizim əsas ana dilimiz olmalıdır. Azərbaycan və Türkiyə şeir dövlətçiliyini bərpa edəndən sonra Azərbaycan bütün sahələrdə təmənnasız dəstək verən qardaş Türkiyədən danışacaqdır və poetik nümunədir. Baxın uşaqlar, dedik hansı şeirləri oldu? Birinci şeirimiz oldu Ana və şəkil. Burada övladını yola salan anadan söhbət gedirdi ki, və arxa cəbhə yaradılmışdı. Bakı dövlətdə oxuyarkən yazmışdı. Yaşıl çəmən, ağac altı, bir də ki tünd çay şeirində ön cəbhədən danışmışdı. Burada bir dost cəbhədəki dostundan danışırdı. Vətəndaş şeirində insan vətən qarşısında olan borcundan danışacaqdı. Ana dili şeirində ana dilində danışmağı ar bilənlər, ana dilinə ümumiyyətlə öz dili olanlar, başqa dildə danışanlar burada vətən çörəyini haram bilirdi. Latın dilində orada ana dilinin əsaslığını vurğulayırdı. Azərbaycan Türkiyədə isə Türkiyə Cümhuriyyəti haqqında danışırdı. 60-cı illərdə yazdığı şeirləri bəs nələr olacaqdı? Dodaqda gəz, biri sənsən, biri mən, bəhanəm. Bu 60-cı illərdə yazıbdı. 70-80-ci illərdə yazdığı olacaq kəpənək, insan göydə ay kimidir, küsəndə. Bax, bunu necə kodla yadda saxlayaq? Kəpənək göydə olur axı. Kəpənək göydə küsəndə. Belə yadda saxlayın. Kəpənək göydə küsəndə. Dodaqda gəz, biri sənsən, biri mən, bəhanəm. Bu da sanki bir sevgiyə aiddir. Baxın, dodaqda biri sənsən, biri mənim adım, biri sənin adın, bəhanə ilə.
Nəsə belə quraşdırarsınız. Müstəqilliyin möhkəmləndirilməsi uğrunda mübarizəni əks etdirən şeirlər, Ömür qatarı, Mən aldanmaq istəyirəm, Sənsizliyin içində borcludur. Deməli, müstəqilliyin möhkəmlənməsi uğrunda olan şeirlərimiz olacaqdır. Bax, müstəqillik deyirsə ömür qatarı, yəni illərin keçməsi müstəqilliyə aparır bizi. Qatara onu yadda saxlayın. Mən aldanmaq istəyirəm, Sənsizliyin içində borcludur. Sonra məktəb və təhsillə bağlı şeirləri olacaqdır. Məktəb yolları, ilk çığır, tələbə müəllim, yazı taxtası. Bu rahatdır. Bax, burada məktəbdir. İlk çığır, yəni ilk sinifdən yadda saxlayın. Tələbə müəllim məktəbə aiddir. Yazı taxtası məktəbə aiddir. Kitabları nə olacaqdır? Mənim dostlarım, Əbədi heykəl, Sadə adamlar, Ceyran, İnsan və zaman. Mənim dostlarım, Əbədi heykəl, Sadə adamlar, Ceyran, İnsan və zaman. Bu isə onun ilk kitabıdır. Mənim dostlarım isə ilk kitabdır. 1949-cu ildə yazılmışdı. Poemaları olacaqdır. Xəzan bülbülü. Xəzan bülbülü poeması Məhəmməd Hadiyə həsr olunmuşdur və ilk poeması idi. Növbəti poeması isə Gülüstan poeması idi ki, Gülüstan poeması tarixi mövzuda yazılmış poemalarından biri idi. Və əsərdə Azərbaycan birliyi, azadlıq ideyası, yəqin ki, bilirsiniz də, Gülüstan müqaviləsindən danışırdı. Azərbaycan ikiyə bölünməsindən söz açmışdı. Yurdumuzu iki yerə bölünən Rus imperiyası və İranla yanaşı qəsbkar Sovet rejiminə də etiraz burada verilmişdi. Xalqın azadlıq, müstəqillik ideyaları həyata keçirəcəyini inam özəkçisini tapmışdı. İlk dəfə Şəkidə İpəkçi qəzetində çap olunmuşdur. Bu dövr üçün belə mövzuda əsər yazmaq ümumiyyətlə qadağan idi və görün bu nə qədər böyük sənətkardır ki, qorxmadan belə bir mövzuda əsər yazmışdı. Deməli və beləliklə dövrün həqiqətlərinə qarşı etirazını bildirmişdi. 60-cı illərdə ədəbiyyatımızın dəyərli nümunələri Şəbi İzram Məhəmməd Füzuliyə həsr olunmuşdu. Daha sonra Ağlar Güləyəm Sabirə həsr olunmuşdu. Muğam poeması musiqi sənətimizin nadir incisi olan muğamlarımızdan söz açıb. Təzadlar Sovet dövründə milli azadlıq düşüncəsi beynəlxalq mövzuda yazılmış əsər idi. Daha sonra şair poemanın Vietnam müharibəsi fonunda azadlıq düşüncələrini əks etdiribdir. Onun poemalarında Şəhidlər, İstiqlal poeması da var ki, dramaturgiyasında isə Vicdan, İkinci səs, Yağışdan sonra, Yolları iz düşür, Dar ağacı. Dramaturgiya sahəsində yazdığı əsərlərdə Azərbaycan işğalına xalq qəhrəmanı Babəkin edam edilməsinə nail olmuş aşiqin ərəb xilafətinin valisi kimi Azərbaycan qayıtması, dar ağacında bitməsi peizdə göstərir. Yəni, dar ağacında Babəkdən danışırdı. Ədibin fikrincə xalqın ayrı düşən, xəyanət edən insan xoşbəxt taleyə yaşaya bilməz. Daha sonra var idi Fəryad. Fəryad da mənzum tarixi faciədir. Bayaq dediyimiz kimi mövzusu İmadəddin Nəsimin həyatından götürülübdür. Özümüzü kəsən qılıncda isə Kitabi-Dədə Qorqud əsas götürülmüşdü. İndi uşaqlar görürəm ki, əsərlər çoxdur. Əslində asandır, sadəcə əsərlər çoxdur. Sizin fikrinizi qarışdıra bilər. İndi yenidən bir dəfə də konspekt eləyək. Ondan sonra isə keçəcəm əsərimizin izahına. Dedik ki, Bəxtiyar Vahabzadə lirik şeirlə başlayıbdı, 3 növdə yazıbdı, nəzmlə də, nəsrlə də yazıbdı. Mənzum faciənin müəllifidir. Şəkidə anadan olubdu, atası kollektivləşdirmə əleyhinə çıxdığı üçün atasını həbs ediblər. Bundan sonra bu Bəxtiyara ağır təsir etmişdir. 34-cü ildə anasını da götürüb, repressiyadan qorunmaq üçün Bakıya gəlirlər. Və beləliklə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur, orada təhsil alır və onun ilk şeiri Ana və Şəkil idi ki, arxa cəbhədən danışırdı. Daha sonra onun ilk kitabı Mənim dostlarım kitabı idi, 1949-cu ildə yazılmışdı. Onun kitablarının ardıcıllığını sayanda Mənim dostlarım, Əbədi heykəl, Sadə adamlar, Ceyran, İnsan və zaman. Deməli, Mənim dostlarım, Əbədi heykəl, Sadə adamlar, Ceyran, İnsan və zaman bunun kitabları idi. 5 dənə kitabı var idi. Və beləliklə deyirik ki, Bəxtiyar Vahabzadə 60-cı illərdə yazdığı əsərlər vardı. Hansı əsərləridir? Dodaqda gəz, biri sənsən, biri mən, Bahanə. Bu 3 dənə idi. 60-cı illərdə yazmışdı. Sanki mən dedim ki, bunu sevgi kimi yadda saxlayın da. Bu biri sənsən, biri mən. Bu sevgiyə aiddir. Yəni dodaqda sənin adından mənim adım gəzir. Bahanə, bahanə ilə gəzir. Yəni uşaqlar bunları ancaq koddan yadda saxlaya bilərsiniz ki, imtahanda suallarda düşən də çox qarışıq düşür, seçə biləsiniz. Yəni bunlarda 60-cı illərdə bəhs edilən şeirləri idi. Daha sonra onun 70-ci, 80-ci illərdə qələmə aldığı şeirləri vardı ki, onlar hansılardır? Kəpənək harda olurdu uşaqlar? Göydə. Göydə nə zaman olur? Küsəndə.
Küsməyəndə yerdə olur. Kəpənək göydə, küsəndə. Yəni kəpənək, insan göydə ay kimidir, küsəndə. Bu isə 70-ci, 80-ci. Sadəcə bunu əzbərləyin ki, məsələn, dodaqda gəz. Biri sənsən, biri mən, bahanəm 60-a aid idi. 70-80 kəpənək göydə, küsəndə olur. Daha sonra müstəqilliyin möhkəmləndirilməsi uğrunda gedən mübarizələrdə də meydana çıxmış. Onun şeirləri vardı ki, burada müstəqilliyin möhkəmləndirilməsi idi mövzu. Ömür qatarı dedim axı, ömür qatarı müstəqillikdən danışır da, tarix bizi aparır. Mən aldanmaq istəyirəm, sənsizliyin içində. Bax cümlə kimi yadda saxlayın. Mən sənsizliyin içində aldanmaq istəyirəm, borcludur. Daha sonra onun müharibə mövzusunda yazdığı şeirlər vardı ki, Ana və Şəkil. Burada ana övladını cəbhəyə yola salan ananın keçirdiyi hisslər idi. Yaşıl çəmən, ağac altı, bir də ki, Tünd çay şeirində isə cəbhədəki dostundan ürək dolusu danışan Azərbaycanlı döyüşçü obrazı yaradılıbdı və Ana və Şəkildə arxa cəbhə idi. Amma burada isə ön cəbhədən danışırdı. Məktəb yolları ilk çığır, çox rahatdır. Məktəb var burada, ilk çığır, ilk sinifdir. Tələbə müəllim, yazı taxtası. Burada nədən danışırdı? Məktəb, təhsildən danışacaqdı. Daha sonra onun vətəndaş şeiri vardı ki, vətəndaş şeirində insan vətən qarşısında olan mühüm vəzifələrini bilməlidir. Daha sonra onun növbəti ana dili şeiri vardı ki, ana dilində isə haram bilirdi ki, o insanlara vətən çörəyini ki, ar bilirdi ki, Azərbaycan dilində danışmağı ar bilənlərə vətən çörəyi haram olunurdu. Növbəti şeiri latın dili idi. Latın dili şeirini isə hətta ki, Sovet İttifaqı miqyasında milli azadlığın vacib şərtlərindən olan ana dil uğrunda mübarizəyə səsləyirdi xalqı. Növbəti şeiri Azərbaycan Türkiyə. Burada nəyin tərifi olacaqdı? Haranın, bəli, Türkiyənin tərifi var idi burada da, Türkiyə Cümhuriyyəti. Keçdik artıq onun yeni poema yaradıcılığına. Poemada yazmışdı daha çox sənətkarlar. Xəzən bülbülü. Kimə yazmışdı Xəzən bülbülünü uşaqlar? Bəli, Məhəmməd Hadiyə yazmışdı. Növbəti poeması nə idi? Şəbi Hicran. Şəbi Hicran elə Füzulinin belə bir şeiri var idi. Şəbi Hicran yanar canım, tökər qəmi çeşmi giryanım. Bax bu Məhəmməd Füzuliyə aiddir. Füzulinin elə misrasından olan bir sözdür. Ağlar Güləyən kimə aid idi? Ağlar Güləyən. Sabirə aid idi. Bu necə yadda saxlayaq Sabirə aid olmasını? Sabirin şeirlərində güllüş var idi, satira var idi. Daha sonra onun növbəti poeması o idi ki, muğam idi. Muğamda bəs nədən söhbət gedirdi? Musiqi sənətimizin nadir incisi olan muğamlarımızdan danışırdı. Bəs tarixi mövzuda yazılmış poemaları hansıları idi? Gülüstan idi. Mövzu nə idi? Tarixi. Təbii ki də burada deməli Rus imperiyasının İranla Azərbaycan iki yerə parçalanmasından danışırdı. Hətta Sovet rejiminə də etiraz səsini burada qaldırmışdı. Sovet dövründə milli azadlıq düşüncəsi beynəlxalq mövzularda yazılmış əsərlər öz əksini tapmışdı. Daha sonra onun növbəti poeması Təzadlar poeması idi. Təzadlar poemasında da mövzu Vyetnam müharibəsi fonunda yazmışdı. Təzadlarda Vyetnam müharibəsindən söhbət getmişdi. Daha sonra gəldik onun dram əsərlərinə. Dram əsərləri vicdan. Vicdan bizim qəlbimizdə nədir? İkinci səsdir. Vicdan ikinci səs. Yağışdan sonra yollara nə odur? İz düşür. Fəryad edirik biz də ki, ayda yollara iz düşüb. Bax bunu belə yadda saxlayaq. Vicdan ikinci səsimizdir. Yağışdan sonra yollara iz düşür və biz də buna görə fəryad eləyirik. Deməli, bu isə artıq oldu sənətkarımızın dram əsərləri. Daha sonra Dar ağacı piyesi vardı ki, dar ağacından nədən danışırdı? Babəkin həyatından danışacaqdı. Və daha sonra onun Fəryad, mənzum tarixi faciəsi var idi ki, Fəryadda bəs nədən danışırdı? Azadlıq uğrunda mübarizə aparan, ölümə gedən insanın haqq səsinin fəryadının eşidilməsi idi burada da. Nəsimi dövrünün hürfiliklərdən götürülmüşdü. Bax, Fəryad Nəsiminin fəryadı. Belə yadda saxlayın. Özümüzü kəsən qılınc dramı vardı ki, burada da Kitabidə də Qorqudu motivləri əsasında yazılmışdı. Uşaqlar çətin deyil, sadəcə biraz çoxdur. Sağ olun, salamat qalın.